Tələbələr, mən Amin Lətifov. Bildiyiniz kimi magistr üzrə informatikadan məsələlərimizin həll izahları davam edir və bugünkü məsələlərimiz isə əsasən iki mövzuya ayrılacaq. Birincisi arxiv məsələləri, arxivator məsələlərinin həll edilməsi, ikincisi isə sürət saniyə məsələləridir ki, və həqiqətən də məsələlər digərlərinə nisbətən daha asan məsələlərdir. Sadəcə bu videoya baxmaqla siz həmin məsələləri rahat şəkildə edə biləcəksiniz. Magistr qəbulunda da tez-tez istifadə olunan məsələlərdən biridir. Birinci gəlin elə arxivator məsələlərindən danışaq. Uşaqlar, ümumiyyətlə arxivator nədir? Arxivator arxiv məsələləri. Yəni bunlar bir faylın sıxlaşdırılaraq tutduğu yerin azaldılmasıdır. Məsələn, bir fayl arxivləşdirilməmişdən qabaq 100 megabaytlıq yer tuturdusa, artıq arxivləşdirdikdən sonra bu fayl 60 megabaytlıq yer tutar. Və deyə bilərsiniz ki, eyni bir fayl necə arxivləşdirdikdən sonra həcmi azalaraq başqa bir yer tuta bilər. Həqiqətən də maraqlı bir sualdır. Lakin buradakı arxivləşdirmə, sıxlaşdırma faylın daha dağınıq şəkildə yayılmasıdır ki, onun daha çox yer tutmasına səbəb olur. Və sıxlaşdırılırsa fayl dağınıq faylların bir yerə yığaraq tutduğu yerin daha da optimallaşdırılmasıdır, yəni kiçilməsidir. Bəs arxivləşdirmə məsələləri necə həll edilir? Arxivləşdirmə məsələləri əsasən faiz formatlı məsələlərdir və çox sadə məsələlərdir. Əslində arxivator məsələləri bizə verilən suallar iki şərt üzərində qurulur. Biri, hər hansısa bir faylın arxivləşdirilməsi. Tutaq ki, yaddaşa malik bir faylın və ya sahədə tutduğu faylın 40% arxivləşdirildikdən sonra tutduğu yeri tapın və ya əksi prosesin, yəni nəticəni verir bizə ilkini tapmaq istəyir. Məsələn, eyni saylı fayl bu qədər arxivləşdirilmişdir. Bunun əvvəlki arxivləşdirilməmişdən öncəki tutumunu tapın. Məsələn, gəlin ikisinə də aid mən sizə bunu izahını verim. Məsələn, birincisi deyir ki, yaddaşa malik, yaddaşa deməkdir, tutduğu yer n-dir. Məsələn, olsun, bir faylın tutduğu yer olsun 100 megabayt. Bu fayl, məsələn, 40% arxivləşdirildikdən sonra yaddaşda tutduğu yer nə qədər olacaq? Bunu əlbəttə ki, çox sadədir. Məsələn, 100-ün biz 40%-ni tapacağıq. 100-ün 40%-ni tapanda isə bu bizə təbii ki, verir nə qədər? Elə 40. Demək ki, bu fayl 40% arxivləşdirilibdir. 40% isə bunun 40 megabayt arxivləşdirilməsi deməkdir. O zaman bizdə nə qədər olacaq? Biz 100 megabaytdan təzədən 40-ı çıxmalıyıq və bizim yaddaşda tutduğu yeri, yəni diskdə daha doğrusu tutduğu yeri tapa bilək. 40 megabayt qədər bunun tutduğu yer azaldılması deməkdir. Bir də ki, deyə bilər ki, məsələn, ikinci olaraq hər hansısa bir fayl arxivləşdirildikdən sonra 60 megabayta malik olur və bu tutaq ki 40% yox, bu dəfə 40 olmasın, 60% arxivləşdirilibdir. Baxın, bir fayl 60% arxivləşdirildikdən sonra 60 megabayt qalıbdırsa, demək ki, bunun ümumi həcmini, yəni arxivləşdirilməmişdən ki, öncəki həcmini tapmaq üçün biz x-i 100 götürməliyik ki, görək bu nə qədərdir. O zaman biz bunu yazırıq 60 böl 100 bölək 60-a, bunlar gedikcə deməli 100 megabayt qalır. Demək ki, bu fayl arxivləşdirilməmişdən öncə 100 megabayt həcmə malik imiş və 60% arxivləşdirilibdir. Daha doğrusu 40% arxivləşdirilibdir ki, 60 megabayt həcmə malik qalıbdır arxivləşdirildikdən sonra. Yaxşı. İndi isə bu bizim birinci hissə izahı idi. Yəni məsələlərin birinci hissəsi idi. Bunu ayrıca bir bölmə kimi baxaq. İkinci isə bizdə danışacağımız hissə sürət saniyə məsələləridir. Ümumiyyətlə biz keçən dərs videoda demişdik ki, bizdə belə bir düstur var idi. Məsələn, S1 vur S2 vur S3 vur nə idi? Simvollar, yəni onun tutduğu yer. Biz buna əllə işarə etmişdik. Əlifbanı bərabər idi həcmə. Bu dəfəki də eyni bir şeydir. Bu dəfə bizdə S1 vuraq S2 bərabərdir V-yə bərabər bir düsturumuz vardır. Nə deməkdir bu da? Burada S1 bizdə sürəti, S2 isə saniyəni nəzərdə tutur. Məsələn, belə bir məsələ verir ki, hər hansısa bir kitabın həcmi tutaq ki, 50 megabaytdır və bu S1-in sürətidir, məsələn 10 megabaytdır. Bizdən məsələn neçə saniyədə bunun göndərildiyini tapın. Təbii ki, biz burada adi tənlik kimidir də. Bu məsələn x-i verib,
x, y bu bərabərdir z-dir tutaq ki. X-i verib 5, y verməyib də 10, z-nə 10 veribdir. Mən təbii ki, y tapmaq üçün onu 5-ə bölürdüm. Bu da eyni bir məsələdir. Bəs yaxşı, baxın, mən sizə belə bir sual verim. Biz keçən dəfə yazdıq ki, S1 vuraq, S2 vur, S3 vuraq, əlifba bərabərdir V-yə. Belə bir düstur yazmışdıq. İndi əgər, baxın, keçən dəfə yazdığımız bu düstur da V-yə bərabərsə, V də bu da həcmdir, ha, bunu da bilək. Həcmə S1 vuraq S2 sürət vur saniyədə həcmə bərabərsə, demək ki, əslində S1 vuraq S2, yəni sürət vur saniyə bərabər imiş. S1 vur S2 vur S3 vuraq, gəlin buna S1 vur S2 yazmayaq, buna S3, buna S4 deyək, buna da S5 deyək, çünki eyni olmasın. Burada da S3 nə idi? Sətirlər idi, simvollar idi, səhifələr idi və əlifbada tutduğu yer idi. Demək ki, biz burada həcmlərin bir-birinə bərabər olduğunu görürük. O zaman bizdə sürət saniyə bərabərdir S3 vur S4 vur S5 vur ə. Yəni ədəki əlifbada tutduğu yerdir. Bəs yaxşı, bununla bağlı məsələlər necə gəlir? Və digər bununla bağlı məsələlər, burada gördüyünüz məsələn bir məsələ vardır ki, bu məsələni işləyəcəyimiz zaman biz onunla bağlı bütün məsələləri biləcəyik. Məsələn, yazıb ki, çap sürəti 1 saniyədə 4 kilobayt olan printerin 128 sətirdən və hər sətri 32 simvoldan ibarət olan 16 səhifəlik sənədi neçə saniyəyə çap edir? İlk öncə bizim ağlımıza gələcək hissə düstur hissəsidir. S1 vuraq S2 sürət vur saniyə bərabər idi bizdə nəyə? Biz dedik, bayaq həcmlər bir-birinə bərabərdir. O zaman bizdə səhifələr, buna S3 adlanırım. Məsələn, səhifələr, olsun sətirlər, olsun simvollar bərabərdir. Məsələn, tutaq ki, əlifba. Belə bir düsturumuz var idi. Biz oradan həcmlərin bərabər olmasından biz bu düsturu almışdıq. Baxın, indi biz də buradakıları yerinə qoyub, bizə nəyi istəyirsə onu tapacaq. Bizə neçə saniyədir? Bizə saniyə budur. Saniyə budur, sürət budur. Fərq yoxdur, bunların yerlərini dəyişik də yazsanız eyni bir şeydir. Yəni S1-dən S2-nin yerini dəyişik yazsanız. Bizə deyir ki, 1 saniyədə, baxın saniyədə deyir, 1 saniyədə 4 kilobayt olan printerdir. Bunu nəyi? 1 saniyədə sürəti. Çox tələbə çalışır, saniyə də verir, sürət də verir. Sizdən nəyi tapın soruşursa, saniyəni tapın deyirsə, demək ki, sizə sürət verilibdir. Və sizdə sürət nə qədərdir? 4 kilobayt. Gəlirsiniz S1-in yerinə 4 kilobayt qoyursunuz. Bunu təzən S2 yazırsınız. Çünki bizdən olsa S2-nin istəyir. S2-də bizə saniyədir. Sonra S3. Baxın, yazıb ki, 128 sətirdən ibarətdir. 128 sətir S3-ün yerinə qoyuram. 128-də necə yazıram? 207 kimi yazıram. Sonra simvol S4-ün yerindədir. 205. Çünki 32 205. Və sonra isə səhifə. Səhifə nə qədərdir? 16. 16 səhifə 204 yazıram. Hə, yaxşı. Bəs bu da əlifbada tutduğu yerinədir. Bu düsturda belə bir şey var ki, sizə nəyi verirsə, məsələn, verdiyi məsələn hissələr sizdə tam bəs edirsə, digərini yazmağa heç ehtiyac yoxdur. Bizə burada istifadə olunmur, ona görə onu yaddan çıxarın. Yox, əlifbada tutduğu yeri də versəydi, təbii ki, onu yerinə qoyacaqdıq. Biz bunu nəyə vururduq həmişə? Əslində heç əlifbada tutduğu yer deyəndə ki, bunun əlifbada tutduğu yer əslində elə baytdır, 1 baytdır. Çünki niyə? Heç bir şey vermirdisə bizə, heç bir əlifbada çəkmirsə, biz bunu ASCII-də götürürük. ASCII-də isə 1 baytdır. Deməli bu hissə onda olur bayt, bu hissə 4 kilobayt olur. Biz bunları necə etməliyik? Təbii ki, biz bunları eyni bir yaddaş tutumuna, yəni yaddaş ölçüsünə gətirməliyik ki, biz bunların böləndə nəticələrini ala bilək. Bu digər məsələn riyazi məsələlərdə də belədir. Gəlin biz 4 kilobaytı 202 kimi yazaq. Kilobayt. Bıraq S2-yə. 207, 205, 212, ikisine də 204 edir. 200 neçə 16 bayt. Gəlin bu kilobaytı bayta çevirək. Biz keçən dəfə demişdik. Kilobaytla bayta keçəndə biz burada böyükdən kiçiyə keçirik deyə. Böyükdən kiçiyə keçdiyimiz zaman nə edirdik? Vururduq. 202-ni nəyə vururduq? Aradakı təbii ki 10-la, 210-a. Bir dənə də 210 var deyə biz bunu 210-a vururuq. S2 yazırıq. 216 bayt yazırıq. Və o zaman bunların cəmi 212-dir. Bu S2 bərabərdir 216 bayt. Əslində bu da baytdır. Bu da baytdır. Daha yazmıram baytlara. Çünki biz bunu onsuz da bayta çevirdik. Bu da S2-ni tapmaq üçün 216-nı böləcək 212-yə. 216, 212 gedəcək. Qalacaq 204. Təbii ki, nə? 16. Yəni 16 əslində bayt imiş. Bu S2-nin yerində cavab, yəni saniyə saniyəsi 16 imiş. Bu da heç bayt götürmür, 16 götürür. 16 imiş. Gəlin indi arxivator məsələsini nəzərə yetirək. Birinci sürət saniyə verməmin səbəbi o idi ki,
o məsələnin həlli yəni daha uzun çəkirdi deyə daha geniş izah lazım idi. Maraqlı məsələsi sadə məsələdir. Ona ikinci verməyimiz, ikinci izah etməyimiz də heç bir problem yoxdur. Yazıb ki, arxivləşdirilmiş faylın informasiya tutumu 15 kilobaytdır. Nə qədərdir? 15 kilobaytdır. Fayl 40% sıxlaşdırılmışdır. Arxivdən çıxarıldıqdan sonra fayl hansı informasiya tutumuna malik olar? Baxın, yazıb ki, fayl 40% sıxlaşdırılmışdır. Demək ki, bu fayl 40% sıxlaşdırıldıqdan sonra 15 kilobayt alınıbdırsa, bunun ilkin həcmini tapmaq üçün, baxın, bu 15 kilobayt deyil, 15 kilobayt 40% nə edilibdir? 40% arxivləşdirilibdir, sıxlaşdırılmışdır. Yəni 40% sıxlaşdırılmışdır. Belə çıxır ki, 40% hissəsi bu faylın nə imişsə, əvvəlki hissəsi 40% sıxlaşdırılıb, atılıb. Demək ki, bu da 15 əslində nə qədərmiş? 60%dir. Bu 15 hissəsi 60%dir. Bizdən də soruşur bunun nə qədərini? Hansı tutuma malik olur? Arxivdən çıxarıldıqdan sonra, yəni arxivdən çıxarılma, arxivin ləğv edilməsidir. Yəni əvvəlki həcmin nə qədər olduğunu soruşur. Biz yazırıq x-ə nə qədər yazaq? 100% yazsaq, elə bizim üçün kifayətdir. Çünki bizdən olsa 100%-nin nəticəni istəyir. Mən buradan da yazıram 15 vuraq 100 edir 1500 vur x vuraq 60-a. Mən burada sıfırları x-lər aparam. Yazıram 150 bölək 6. 150-nin də 6-ya böləndə təbii ki, bunlar ixtisar gedərməsi x bərabərdir. 3-ə ixtisar getsə 50, 3-ə getsə 2, x də bərabərdir, onda 25-ə də. Demək ki, bu 25 bunun əvvəlki həcmi imiş. Baxın, uşaqlar, bunun əvvəlki həcmi nə qədərmiş? 25 imiş ki, 25-i gəlin biz arxivləşdirək. 25-i gəlin 40% arxivləşdirəndə görək 15 alacağıq mı biz? İxtisar getdi. Əslində bunları ilə promo ixtisar getsə 4, 10, 40% bunun gedəndən sonra mənə 60% lazımdır. O zaman 25-dən mən 10-u çıxardım, 15. 15 həqiqətən bizim 60%imiz imiş. Demək ki, biz məsələni düzgün həll etmişik, düzgün qaydada da həll etmişik. Baxın, bu qədər. Yəni arxiv məsələləri və sürət saniyə məsələləri haqqında bu qədər. Siz sadəcə bu düstur da deməyim əslində. Arxiv məsələlərinin bir düsturu yoxdur. Yəni faizdir. Faizi də məncə çox sadə bir faizdir. Yəni məntiqən fikirləşəndə tapmaq olur. Sürət saniyə məsələsində dediyim kimi, sürət saniyə məsələsi və əvvəlki düsturu bilsəniz, bu iki düsturdan siz bununla bağlı demək olar ki, bütün məsələləri həll edə bilərsiniz. Oldu. Sağ olun. Bu görüşənə dək. Növbəti videolarda hansı daha videoların gəlməyini daha çox istəyirsinizsə, bunu da yorumlar hissəsində bildirə bilərsiniz. Görüşənə dək.